Məhkəmə qətnaməsi var, amma icrası yoxdur. Vətəndaş haqqını tələb edir. Qarşısına isə görünməz maneələr çıxır. Süründürməçilik, bürokratik əngəllər və icra olunmayan qərarlar. Qətnamə varsa niyə yerinə yetirilmir? Mövzunu studiyada təqaüddə olan hakim Mirzəxan Kişiyev, vəkillər Elmira Budaqova, Könül Əhmədova və mediator Mələk xanım Məmmədli müzakirə edəcəklər. Qanun və icra. Hər bir hekayənin arxasında bir dərs var, bir mesaj var. Haqsızlıq varsa biz oradayıq. Vəkil Əkbər Yusifoğlu'nun təqdimatında birazdan ARB-də ədalət bərqərar olanda qalib gəlir. Şərur MTK-nın baş sponsorluğu ilə qanun və icra başladı. Şərur Mənzil Tikinti Kooperativinin sədri İsfəndiyar Axundov. Şirkət artıq 30 ildir ki, Bakı şəhərində mənzil tikməklə məşğuldur. Ona görə də çox böyük təcrübəyə malikdir. Yəni binalarımız həm keyfiyyətli, həm dayanacaqlı, həm də vaxtında qazın suyun işığını veririk. Ona görə də biz müraciət edirik sakinlərə. Yasamalda, Sarayda, Xırdalanda, Qobuda mənzillərimiz var. Təmir evləri üçün 25.000 manat, təmirsiz üçün 5.000 manat ilk ödəniş olacaq və uzun müddətli mənzillərə sahib ola bilərlər. Qapımız hər zaman üz-üzə açıqdır. Salam, hörmətli tamaşaçılar, qanun və icra proqramı olub biz yenə sizinlə. Bugünkü mövzumuz məhkəmə qətnamələrinin icrası ilə bağlı, icra və propiasiya şöbəsində yaranan problemlərlə bağlı fikir mübadiləsi aparmaq üçün çox dəyərli ekspertlər dəvət etmişik. Mən hesab edirəm ki, məhkəmə çəkişməsindən sonra vəkillərin və qarşılıqlı tərəflərin statusundan asılı olmayaraq Ali məhkəməyə qədər mübahisə davam etdirən şəxslər, istər iddiaçı olsun, istər cavabdeh olsun, istər maraqlı şəxslər olsun, yekun məhkəmə aktlarının icrası ilə bağlı mülki hüquq münasibətlərindən irəli gələn münasibətləri icra şöbəsində icra zamanı yarandığı və yarana biləcək problemlərin çözülməsi ilə bağlı, eyni zamanda məhkəmə hökmlərinin icrası və icrası ilə bağlı penitensiar xidmətində münasibətləri tənzimləyən maddi hüquq normaları ilə bağlı fikir mübadiləsi aparacağıq. Mən hesab edirəm ki, bugünkü verilişimizin baş sponsoru Şəhər Mənzil Tikinti Kooperatividir və Şəhər Mənzil Tikinti Kooperativinin dəstəyi ilə bizim bu verilişimiz ərsəyə gəlib və hesab edirəm ki, vətəndaşların maarifləndirməsində və hüquqi cəhətdən məlumatlandırmasında sponsorumuz olan Şəhər Mənzil Tikinti Kooperativinin barəsində qısa bir fikir söyləmək istəyirəm. Şəhər Mənzil Tikinti Kooperativi Bakı ətrafında 30 ildən artıqdır ki, mənzil tikməklə, çox mərtəbəli yaşayış binanın tikməsi ilə məşğuldur. Belə deyək ki, təmirli evlər ilkin ödəniş kimi 25.000 manat Şəhər Mənzil Tikinti Kooperativi tərəfindən təklif olunur və eyni zaman təmirsiz evlər Şəhər Mənzil Tikinti Kooperativi tərəfindən 5.000 manat tərəfindən ilkin ödəniş təklif olunur. Hesab edirəm ki, ev arzusu olan şəxslər, Azərbaycan vətəndaşları, vətəndaşlı olmayan şəxslər, eyni zamanda xarici vətəndaşlar da mənzil almaq üçün Şəhər Mənzil Tikinti Kooperativinə müraciət edə bilər. Bizdə müqavilə şöbəsi var, müqavilələr şöbəsi var, eyni zamanda hüquq şöbəsi var. İstədiyiniz vəkillə və hüquqşünaslarla yaxınlaşıb Şəhər Mənzil Tikinti Kooperativinin tikdiyi binaların dayanıqlığı ilə, keyfiyyəti ilə, eyni zamanda qazın suyun işinin vaxtının verilməsi ilə bağlı müqavilənin şərtlərinə tanış olub və müqavilə əsasında qeyd etdiyim kimi təmirli evlər 25.000 manat ilkin ödəniş və təmirsiz evlər 5.000 manat ilkin ödəniş kimi Şəhər Mənzil Tikinti Kooperativinin tikdiyi binalara hissə ödənişlə mülkiyyət hüququ əldə edə bilərsiniz. Mən bugünkü verilişimizlə bağlı çox dəyərli ekspertlərini sizlərə təqdim edin, sonra biz mövzumuza qayıdacağıq. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü vəkil Mirzəxan Kişiyev, Vəkillər Kollegiyasının üzvü xanım Budaqova Elmira, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü vəkil Əhmədova Könül və eyni zamanda çox dəyərli mediatorımız Zərdab rayonu Bir Sarı mediator qrupunun rəhbəri Mələk xanım Məmmədli. Xoş gəlmisiniz. Mirzə müəllim, bugünkü mövzumuz hüququn iki istiqaməti var. Bir ondan ibarətdir ki, məhkəmə hökmlərinin,
yəni cəza hissəsində cəzaların icra məcəlləsi ilə münasibətləri tənzimləyən məhkəmə hökmləri cinayət hüquqi xarakterli əməllərdən gedir. O cərimədir, hüquqların məhdudlaşdırılmasıdır və azadlıqdan məhrum etmə ilə bağlıdır. Bu münasibətlər məhkəmə hökmü qanun qüvvəyə mindikdən sonra cəzaların icra məcəlləsi ilə bu münasibətlər tənzimlənir. Mülki hüquq münasibətlərində isə cəzaların icra məcəlləsi ilə mülki hüquq münasibətlərindən tənzimlənir. Bugün yetərincə Azərbaycan məhkəmə sistemlərində istəyir birinci instansiya məhkəməsinin hökmü və qərarları və apellyasiya məhkəməsinin hökmü və qərarları və ali məhkəmənin hökmü və qərarları qanun qüvvəsini aldıqdan sonra hər iki məhkəmə, üç məhkəmə sistemində nəzər salsaq, Azərbaycan Respublikasının adından çıxarılan hökm və qətnamələr qeyri-şərtsiz icra olunmalıdır. Hökmlərin icrası ilə icra məcəlləsinin, cəzaların icra məcəlləsi ilə məşğul olan penitensiar xidməti məşğul olur. Mülki hüquq münasibətlərinin icra və probasiya şöbəsi, yəni probasiya cəza hissəsində münasibətləri tənzimləyir. Bu günləri yetərincə uşaqla ünsiyyət, uşağın atadan alıb anaya verilməsi və yaxud da anadan alıb ataya verilməsi, alimentlə bağlı, cihaz əşyaların siyahıya alınması, müvəqqəti təminat tədbirlərinin icrası ilə bağlı, evə köçürmə, evdən çıxarılma ilə bağlı yetərincə siz vəkillərin icraatının işləri var. Mən hesab edirəm ki, bugün məhkəmə əmri olsun, bank sektorunda zaminliyin xitam verilməsi ilə bağlı və bank sektorunda birgə mülkiyyətə, əmlakın icrasına, yəni payların bölünməsi ilə bağlı fikir mübadiləsi aparmaq üçün hər birinizin fikri mənim üçün önəmlidir və ekran arxasında bizi dinləyən çox saylı vətəndaşlarımız da bilməlidir ki, bu günləri qanun qüvvəsinə almış məhkəmə qətnaməsi icra olunmalıdır. Ona görə də mən sizin fikirlərinizi alıb vətəndaşlarımla paylaşmaq istəyirəm və bu günləri məhkəmə qətnaməsi dövlətin adından çıxarılır. Hər bir vətəndaş üçün, yəni Azərbaycan Respublikası ərazisində hər bir vətəndaş üçün məcburidir. Xoş gəlmisiniz bir də müəllim. Çox sağ olun Əkbər müəllim. Hər zaman olduğu kimi bugün də biz qanunların yeni xalqımıza çatdırılması üçün, maariflənməsi üçün yenə müzakirələrə başlamışıq. Sadəcə olaraq bildirmək istəyirəm ki, siz onu da qeyd elədiniz. Məhkəmə, Azərbaycanda məhkəmə hakimiyyəti var. Məhkəmə hakimiyyəti iş hakimiyyətindən biridir və məhkəmə qərarları mütləq qaydada icra olunmalıdır. Çox təəssüflər olsun ki, bəzən bu məhkəmə qərarlarının icra olunmasında bəzi problemlər yaranır. Elə o yəni hüquq problemləri. Bəli, hüquq. O problemlərlə də bağlı elə biz bu günləri bura toplaşmışıq ki, bunu müzakirə edək. Nədir? Bu problemlərin əslində həm obyektiv səbəbləri var, həm subyektiv səbəbləri var. Məhkəmə qərarının sual doğura bilər. Əgər məhkəmə qərar qəbul edilibsə, niyə icra olunmasın? Amma bəzən vətəndaşlar özləri də bilmədən məhkəmə qərar qəbul edir, göndərir yerli icra orqanına. Yerli icra orqanı o qərarı icra etməyə başlayanda qərarın icrası sadəcə olaraq mümkün olmur. Elə təqsib olunmaz, elə faktlar meydana. Məsələn, bir düşünmək lazımdır. Bu adamın niyə indiyənə qədər, məhkəmənin qətnaməsinə qədər üzərinə düşən borcu ödəməyib? Yaxud üzərinə... Götürdüyü öhdəlik icra eləmir. Öhdəlik icra eləməyib də qısası. Mən biraz xatlı da dedim. Üzərinə düşən öhdəlik niyə icra? Elə o səbəblərdən, ən çox geniş yayılmış səbəblərdən biri ona ibarətdir ki, borçlunun sadəcə olaraq elə bir vəziyyətdə olur ki, imkanı olmur. Qanunu icra edən icra orqanı ya icra məmuru bütün vasitələrdən istifadə etməsinə baxmayaraq, bilirsiniz, öhdəliyi yerinə yetirməməyə görə vətəndaşı döyməyəsən ki, vətəndaşı həbsə almayəsən ki, baxır, yoxlayır hər tərəf. Amma qanunun yanaşması fərqlidir. Yəni sizin düşüncənizdən fərqli olaraq. Qanun belə yanaşır. 528 qanun belə yanaşır. Əvvəlcə onun bütün imkanlarını araşdırırlar, yoxlayırlar, o gəlir izahat verir. Görürlər ki, iş yeri yoxdur. Bax, indi bu icra məmuru aparıb bunu işə düzəltməlidir ki, bir müddət işləsin, sonra gəlsin. Bu praktiki mümkün deyil. İş yeri yoxdur. Sonra yoxlayır onun əmlakını. Görür öz adına, öz ailəsinin adına. Bir dənə də əmlak yoxdur. Qanun da imkan vermir ki, əmisinin, dayısının, bibisinin, atasının, bacısının əmlakını alıb onun əvəzinə borca versinlər. Bu məsələlər xeyli müddət protokollaşdırmalar aparılır, qanun protokollaşdırılır, hər dəfə protokollaşdırırlar. İcra məmurunda axı vətəndaşlar şikayət edir ki, hələ də icra məmuru, əslində icra məmurları əziyyət çəkirlər bu işdə, çox əziyyət çəkirlər. O şikayət edir onlardan ki,
icra məmuru məhkəmənin qərarını icra eləmir. Bunun üçün yuxarıdan icra məmurunun rəhbər orqanından tələb olunur, arayışlar istənilir, telefon zəhləri olur. İcra məmuru rəsmi arayış verir ki, vəziyyət belədir. Axırda elə hallar olur ki, mən bir hal üzrə deyirəm bunu. Görürlər mümkün deyil, bir müəyyən dövr üçün o icranı dayandırırlar, Aydındır. onu geri qaytarırlar. Bu hallardan biridir. Digər hallarda məhkəmə qətnamələrinin icra olunmasının səbəbləri o qədər genişdir ki, burada saatlarla danışsaq o qutaran deyil. İrəlilən dəqiqədə fikrimizi paylaşarıq inşallah. Bəli. İrəlilən dəqiqədə fikirlərimi söyləyəcək, ona görə yığışmışıq. Bəli. Deməli, bəzən görürsən ki, gəlir, vətəndaş gəlir, icra məmuru ona təklif edir ki, bax, bunun filan yerdə, filan ərazidə belə bir evi var. Gəl o evi müsadirə elək verək sizə. Allah verək sizə borcun əvəzinə. Vətəndaş gedir, baxır, oraya baxanda gəlir, deyir ki, mənə bu lazım deyil. Halbuki bu tələbkar da tələb edir. O tələbkardır. Bu tələbkar mənə lazım deyir, axı icra orqanı deyir ki, məmur deyir ki, axı yoxdur bundan başqa. Bunu hər tərəfli yoxlamışıq. Yeganə evidir, evin əlinə ala bilmərik. Evin də ailənindir. Onun evindən başqa olan yeganə əmlakı budur. Sən bu borcun əvəzinə götür, biz də bunu o qəbul eləmir. Tələbkar qəbul eləməyəndə neynəməlidir? Bu hal protokollaşdırılır, yenə rəhbər orqanlara gedir. Axırda tələbkarın qəbul etmədiyinə görə yenə o icra edilməmiş qalır. Aydındır. Aydındır. Elmira xanım, xoş gəlmisiniz. Sağ olun. Siz bank sektorunun belə deyək ki, fəaliyyət göstərən və belə deyək ki, xüsusi biliyə malik olan vəkillərimizdəsiniz. Bax, bizdə müəllim bir ifadə işlədir ki, borçlunun heç bir əmlakı yoxdur. O əsas vermir ki, artıq bu Mirzə müəllim fikridir, bu da mənim fikrimdir. O əsas vermir ki, insan inzibati və cinayət məsuliyyətindən azad olsun. Məsələn, icra haqqında qanunda müəyyən fərqlər var. Məsələn, Mirzə müəllimin geniş fikrinə görə ona minnətdarımı bildirirəm. Məhkəmə qətnaməsində müəyyən olmuş hallar, faktlar artıq bizim üçün, biz vəkillər üçün məcburidir. Biz hesab edirik ki, Azərbaycan dövlətindən qətnamə çıxarıb bu icrası mümkündür və icrası mümkün olmadığı halda məhkəmə bunu icra etməzdir. Bəzi hallarda bir icra məmuru, Yasamal rayon icra şöbəsinin bir icra məmuru var. Məndən xahiş edir ki, bu sualı səsləndirərsiniz və biz icra məmuru olaraq verişdə iştirak edə bilmirik. Aidiyyət təşkilatlardan, tabiəçi təşkilatlardan biz icazə almalıyıq. Həmən o icra məmurunun sualın, belə deyək, verəcəyi sualı mən səsləndirəcəm. Deyir, pul tələbinə dair iddia var. Ödəmə qabiliyyəti yoxdur. Təqdimat veririk, əlavə 500 manat cərimələnir. Bax, biz bundan deyir narahatıq. Bank sektoru ilə bağlı, zaminliklə bağlı, zaminə xitam verilməsi ilə bağlı, birgə mülkiyyətdə olan əmlaka yönəlmə ilə bağlı sizin fikrinizi istəyirik. Hər kəsi salamlayıram. Bir vəkil olaraq onu qeyd eləmək istəyirəm ki, biz hamımız bura yığışmışıq ki, hüququn ən kritik mərhələsi olan məhkəmə qərarlarının icrası ilə bağlı müzakirə üçün yığışmışıq. Bir vəkil olaraq onu deyə bilərəm ki, hazırki vəziyyətdə bununla bağlı çox maneələr var. Müştərimizin və yaxud da müvəkkillərimizin ən belə deyim pik nöqtəsində xəyal qırıqlığına uğradığı bir məqam var. Yəni o məhkəməni udub və yaxud da onun icrasında pulu almamaq və yaxud da əmlakı əldə etməmək kimi və yaxud da hər hansı bir tələbdən irəli gələn məhkəmə qətnaməsinin icrasında onu əldə etməməkdir. Amma Mülki Prosessual Məcəllənin 15-ci maddəsi birbaşa bunu etibar edir ki, çıxarılan, dövlət adına çıxarılan məhkəmə aktları məcburidir. Amma gəlin onu da etiraf eləyək ki, icraatın mərhələsində ən çox bu hüquqi labirint çevrilir. Bunun üçün bir neçə maneəni biz zaten deyə bilərik. Burada ən birinci mən onu sadalamaq istəyərdim ki, Mülki Prosessual Məcəllənin 157-158-ci maddələr var. Müvəqqəti təminat tədbiri ilə bağlı mən demək istəyirəm bunu. Bu daha çox kommersiya olsun, bank sektorunda daha çox ipotekalı işlər olsun, istehlak kreditində olsun. Yəni əgər vətəndaşın hər hansı bir əmlakı varsa, prosesin gedişatında ilkin belə baxanda məhkəmənin ilkin gedişatında zaten bu özünü göstərir. Bir faktı onu demək istəyirəm ki, bu həm zaminlik
işlərdə, plus da ki, eyni zamanda ipotekalı işləri daha çox özünü biruzə verir. Zaminliyə nisbətdə onu deyə bilərik ki, vətəndaş əgər praktikadan misal çəkin, vətəndaş əgər kredit müqaviləsi bağlayıbsa, zamin olaraq bir və ya bir neçə kredit müqaviləsində təminat olaraq zaminlik müqaviləsi bağlanılıbsa, yəni onunla bağlı müqavilə müddəti bitəndən sonra bir il müddətində əgər borclu, hər iddiaçı borcluya qarşı məhkəmədə iddia qaldırırsa, onda zaminin nisbətində zaminliyin müddəti yerində qalır. Əgər yox, bir il keçəndən sonra müddətlə bağlı, zamin gəlib hər hansı bir müddətin tətbiqi ilə bağlı, məhkəmədə bununla bağlı ərizə versə, təbii ki, zaminliyə xitamla bağlı o hissədə məhkəmə hakim tərəfindən rədd qərarını almış olur. Bir də onu qeyd eləmək istəyirəm ki, bəzi məqamlarda biz əslində bunu icra mərhələsində icra məmurlarını daha çox qınayırıq hardasa, amma əslində biz bir halı da nəzərə almalıyıq. Onların icraatında yüzlərlə, minlərlə icra işləri olur. Düzdür, bu hardasa icra işini ləng etsə də, amma onların fəaliyyətsizliyinə bəraət vermir. Amma mən sizə bir söz deyim, məhkəmə qətnaməsi o alimentlə, uşaqla, digər məsələ ilə bağlı dərhal icra yönələn hissəsində icra məmuru qısa müddətdə icraata başlamaqla qərar qəbul edir. O qərar aidiyyəti üzrə tərəflərə göndərilir. Yəni xəbərdarlıq olunur. Yəni icrası ilə bağlı məsələ. Mən buradan üzümü tutub ekran arxasında bugün məhkəmə qətnaməsinin icrası ilə məşğul olan bütün icraçılara minnətdarlığımı bildirirəm ki, onlar bu məsələdə artıq icrası ilə bağlı problemlərin başqa bir yanaşması var. Amma icraata başlamaq haqqında qərarlar qəbul olan tərəflərə göndərilir. Mirzə Məmçov onu düz qeyd elədi. Əgər bir adam bir şəxsən 50 min borc alıbsa, o borcu verən şəxs, münasibətlər məhkəmə qaydasını tənzimləyən şəxs artıq onu işləyib işləməməsinin asılı olmur. O 50 min borcu alanda artıq onun qaytarılması məsələsini düşünməlidir. Bugün uşaqların ünsiyyət məsələsi, alimentlə bağlı çox ciddi problemlərimiz var. İcra məmuru nə eləsin? İnsanlar yayınır bu vədiqə formada. Mən valideyn tanıyıram ki, 2000 manat əmək haqqı alırdı. Uşağa alimenti az versin deyə gedir iş yerini dəyişən insanlar var. Bundan danışalım. Buyurun. Əkbər müəllim, çox gözəl bir sualdır əslində. Yəni bununla bağlı icraatımızda yetəri qədər problemlər var. Yəni əsas bir neçə dərhal icrası məcbur olan işlərdən biri elə alimentdir, məişət zorakılığına bağlı olan işlərdir ki, bunların təbii ki, icrası dərhal icraya yönəldilir. Dərhal icraya yönəldilir və onu da qeyd eləyə bilərəm ki, bank sektorunda da belə bir hallar var ki, əgər bəyaz təkrarçılıq olmasın, qeyd etdiyim müvəqqəti təminat tədbiri ilə bağlı vaxtında o verilməsə məhkəmə qaydasında həmin ərizə borclu gedir əmlak bazasını sıfırlayır. Sonra biz qətnamənin və yaxud da digər məhkəmə aktları icrası ilə bağlı icra məmuruna müraciət eləyəndə baxırıq ki, görürük nə hər hansı bir bank hesabı və yaxud da yönəldə biləcək heç bir əmlak olmur. Bu da çox ciddi icra mərhələsində problemlər yaradır iddiaçı üçün. Yəni düşünürəm ki, bunun həlli istiqamətində müəyyən addımlar atılır hüquq sahəsində. Və biz vəkillər də hamımız bununla bağlı müəyyən bir irəliləyişlərlə tanış oluruq. İnşallah. Könül xanım, bugün ünsiyyət, alimentin ödənilməsi və uşağının atadan alıb anaya verilməsi ilə bağlı və yaxud da anadan alıb ataya verilməsi ilə bağlı və qısa müddətə ölkəni tərk etməsi ilə bağlı həqiqətən də icra məmurlarını çıxılmaz vəziyyətdə qoyan borçlular var. Məsələn, mən icra məmurlarına buradan hər birisinə böyük ordudur, böyük bir komandadır, onların hər birinə minnətdarlığımı bildirirəm. Valideynlər özləri qəsdən məhkəmə qətnaməsinin iki hüquq var orada. Qətnaməsinin icrasına maneçi törədir. Bir də üzrü səbəb olmadan məhkəmə qətnaməsini icra etmir. İcra məmuru bu məhkəmə qətnaməsinin icrası ilə bağlı bütün prosessual hərəkətləri edir. Amma biz valideynlər olaraq axı yayınırıq. Biz maneçi törədirik. Dövlət orqanlarının çağırışlarına, əmrlərinə, göstərişlərinə tabi olmuruq. Burada əgər bir uşağın ünsiyyətlə bağlı hüququ varsa, məhkəmə onu artıq müəyyən edibsə, biz valideynlər olaraq ona maneçi törədirik və qətnamənin icrasına yayınırıq. Xoş gəlmisiniz. Xoş gününüzə gələ, çox sağ olun. Mən də həmkarlarımın dediklərinə qoşuluram və qeyd etmək istəyirəm ki, bəli, qətnamə dövlətin adından çıxarılır və icrası məcburidir. Və eyni zamanda onun icra edilməməsi hər hansısa bir ya inzibati qaydada, yekunda, ya da cinayət qaydasında məsuliyyətə səbəb olur.
Lakin bu alimentlə bağlı dediyiniz və uşağın ölkədən çıxarılması ilə bağlı olan ümumiyyətlə qətnamənin həm bu tip qətnamələr, həm digər formada qətnamənin icrasını ən böyük, yəni bu icra məsələsi bu dəqiqə ən aktual və ən böyük bir problem yaradır. Çünki hakimlər kim yaradır? Biz vətəndaşlar yaradırıq. Vətəndaşlar, bəli. Deməli, vətəndaş iddia ilə müraciət edir, hər hansısa bir iddia olursa olsun. Və onu təbii ki, sənəd təqdim edir və hakimlər qanun və həmin sənədlər əsasında iddianı deyək ki, təmin edirlər. Lakin bunun sonraki icrasını heç kəs qabaqcadan görə bilmir ki, icrası necə ola bilər. Məsələn, vətəndaş qoyub ki, mənəvi ziyanın ödənilməsi, deyək ki, nə bilim, nə qədərsə məbləğ qoyub. 10 min. 10 min qoyaq, deyək ki, hakim də bunu qismən təmin edir, 5 min. Amma hakim indi baxır, görür ki, həqiqətən mənəvi ziyan dəyib, dəyməyib və onun əsasında qətnamə qəbul edir. Yəni, buna söz yoxdur. Amma bir şey də var ki, yəni, baxır, sonra da icra mərhələsinə gələndən sonra müəyyən olunur ki, bu vətəndaşın nə şəxsi biznesi, nə şəxsi, ya bir dənə evi var ya yoxdur, qanun da icazə vermir. Ancaq bir şərtdə, əgər o girov qoyulubsa, ya ipotek qoyulubsa, o halda yəni şey ola bilməz, mənzil, yəni icra həmin mənzilə yönələ bilməz. Və müəyyən qaydalar var ki, hansı ki, icranı əmlaka yönətməyinə, onu indi birazdan deyərik yəqin ki, mövzu ilə bağlı. Ünsiyyətlə bağlı sizin icrasında problemlər olurmu? Ünsiyyətlə bağlı necə olur? Ünsiyyətlə bağlı bəli, qətnamə çıxardırlar, hakimlər qətnamə qəbul edir və icraya gedirik. Siz də bir xanımsınız, ən çox xanım... Özümün də praktikamda olub, bəli. Həm məhkəmə orqanlarında işlədiyim dövrdə, həm vəkil kimi işlədiyim dövrdə olub ki, ana məsələn deyir ki, mən istəmirəm ki, məsələn, ümumiyyətlə, çıxan qətnaməyə də problem yaradır. Amma alimenti vaxtı-vaxtını istəyir. Alimenti istəyir, tələb eləyir, tutturur hətta. Yəni, mənim özümün vəkilim olub ki, alimentə görə tutulubdur da. Yəni, necə tutulub? Yəni, onun qarşısında, yəni, ərəfəsində olub, məcbur olub, haradansa kredit götürüb, ödəyib ki, yəni, bu problemlər yaranmasın. Amma bir şey də var ki, yəni, valideyn ana olaraq, yox, mən istəmirəm ki, bizə gəlsin, mən istəmirəm ki, uşaq ora getsin, müəyyən, müxtəlif problemlər, yəni bəhanələr gətirir. Artıq onun qabağında heç biz də heç nə eləyə bilmir, icra məmuru da heç nə eləyə bilmir. Yox, ardındır. Məsələn, bu yaxınlarda Nizami rayon məhkəməsində ananın uşağın və atadan görüşdürməməsi ilə bağlı artıq ananın, belə deyək ki, hüquqları məhdudlaşdırıldı. Yəni, elektron cihaz ayağını gəzdirməyinə məhkəmə hökmü oldu. Yəni, bu Azərbaycanda belə deyək ki, bəlkə də birincidir. Birincidir bəlkə də. Qarşı tərəf, mən də onun apellyasiya şikayət verməyə hazırlaşıram. Yəni, deyir ki, azadlıqdan məhrum etmə olsun. Yəni, cəza daha sərtləşsin. Çünki uşağın psixologiyasına təsir edir. Yəni, məsələn, götürək, məsələn, mən misal üçün çəkirəm. Məsələn, bu günlər Azərbaycanda həqiqətən də uşağın ünsiyyətlə bağlı məsələdə problemlər var. Hörmət tamaşaçılar, bizim bir reklam aramız var. Ondan sonra biz mövzumuza qayıdacağıq. Şərur MTK-nın baş sponsorluğu ilə qanun və icra reklamlardan sonra davam edəcək. Hörmət tamaşaçılar, biz hesab edirik ki, bugünkü mövzumuz çox maraqlı mövzulardan biridir. İnsanlar illərlə məhkəmələrdə qalır və məhkəmələrdə ədalət bərqərar olduqdan sonra icra və probasiya şöbəsində bəlkə də özləri bilmədən, hüquqi cəhətdən, hüquqi məlumatsızlıqdan irəli gələn problemlər yaşayır. Məsələn, bu günləri 10 illərlə olur ki, 5 illərlə olur ki, şərəf və ləyaqət işgüzar nüfuzla bağlı məhkəmə qətnaməsinin icra edilmir. Və bununla bağlı bizim bir sualımız var. Vətəndaş sual verir, bizə sual ünvan edir ki, artıq 6-7 ildir məhkəmə qətnaməsinə müəyyən olur ki, X məndən məhkəmə qaydasında üzr istəməlidir. O üzr istəmək bugünə qədər icra olunmur. Onunla bağlı mən vəkillərə sual verəcəm, amma sual verməmişdən öncə çox dəyərli bizim Zərdab rayonunda bir Salih Mediasiya Təşkilatının rəhbəri Mələk xanım bizim qonağımızdır. Mələk xanım, mənim sualım ondan ibarətdir ki, bu günləri bax Zərdab, Ağcabədi, İmişli, mənim bölgələr səyahət edirsiniz də. Ucar, Ağcabədi, Zərdab. Bax, orada müraciət edən xanımlar üstünü təşkil edir, yoxsa bəylər üstünü təşkil edir. Alimentlə, uşaqla bağlı. Ümumiyyətlə, siz müraciətləri necə qarşılayırsınız? İlkin mediasiya və sonraki mediasiyanı necə keçirirsiniz? Buyurun. Çox sağ olun Əkbər müəllim dəvətiniz üçün.
Deməli, bildiyimiz kimi 2021-ci ildən ali əmək mübahisələri məcburi xarakter daşıyır. Gələk sizin sualınıza, ən çox qadınlar bizə müraciət eləyir. Müraciətlər bizə daxil olur. Nikahın pozulması, uşaqların ananın himayəsində saxlanması, alimentdir, qızıl zinniyyət əşyalardır, cehiz əşyalarının çıxarılmasıdır, geri qaytarılmasıdır, uşaqla ünsiyyətdir. Baba nənənin nəvə ilə görüş ünsiyyətidir. Bununla bağlı bizə deyək, daha çox müraciətlər daxil olunur. Deməli, bizdə ən çox barışıq sazişləri belə deyək də, birinci ilkin mediasiya sessiyası keçirilir bildiyimiz kimi. İlkin mediasiya sessiyası Nazirlər Kabinetinin qərarından təsdiq olunubdur. 50 manat ilkin mediasiya sessiyasının xərcidir, 10 manat kar-güzar xərcidir. Amma tam mediasiya sessiyasına keçəndə bizdə xərclər daha fərqli olur. Artıq o mediatorla vətəndaşın arasında olan müqaviləyə əsaslanır, yəni razılıq yolu ilə olur. Bizdə ən çox belə deyək də, mediasiya alternativ həll üsuludur məhkəməyə getmədən. Nikahın pozulması mediasiyada ancaq məhkəmə qaydasındadır. Bizdə ən çox olur cehiz əşyaların geri qaytarılması, barışıq sazişlərində, qızıl zinniyyət əşyalarının qaytarılması, aliment, bir də uşaqla ünsiyyət, uşaqların xarica çıxarılmasıdır, evə köçürülmədir, birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsidir. Yəni, bütün əmlakla bağlı mülkiyyət münasibətlər. Bizdə mümkündür. Məsələn, vətəndaş nikahın pozulmasına müraciət eləyibdir, xanım və yaxud da bəy müraciət eləyibdir. Biz gəlirik tam mediasiya sessiyasına keçəndə, orada qızıl zinniyyət əşyaları, cehiz əşyalarının çıxarılması, aliment, uşaqla ünsiyyət, biz onu tam mediasiya sessiyasının barışıq sazişini əldə edə bilirik. Və mənim icraatımda olan bu son bir ildə mediasiya təşkilat rəhbəri olaraq. Mələk xanım, ümumiyyətlə belə bir tendensiya yaranır ki, bəzi mediatorlar deyir ki, uşaqla belə deyək də, aliment və nikahın pozulması və dördüncü də, orada üçüncü də alimentdir. Dördüncü ünsiyyət məsələsi ilə bağlı. Çox vaxtda əmlak mübahisəsində deyir, mən ona baxmıram, mən ona ayrı baxacam. Ümumiyyətlə, boşanan zaman Ailə Məcəlləsinin 22-ci maddəsində hakim baxa biləcəyi bir hüquq var. Boşanmadır, yəni pozulmasıdır, uşağın kimlə qalma məsələsidir, bir də aliment. Üç məsələni məhkəmə müəyyən edir. Amma mediasiyadan keçəndə o dördüncü məsələ əmlakla bağlı siz mediasiya apara bilirsiniz eyni vaxt onlarla bərabər? İlkin mediasiya sessiyasına vətəndaşı dəvət edirik. Əgər tam mediasiya sessiyasına belə deyək də, mediasiya tətbiqi barədə müqavilə olsun, könüllü müraciət ediblərsə mediasiya tətbiqi barədə müqavilə bağlayıb və yaxud da bizə loğru dildə üç tərəfli müqavilə deyirik. Buna tam mediasiya sessiyasına ediriksə, bəli, əlbəttə ki, evə köçürülmə olsun, qızıl zinniyyət əşyalarının geri qaytarılması olsun. Ən çox məndə barışıq sazı qızıl zinniyyət əşyalardır, cehiz əşyalardır, alimentdir, uşaqla ünsiyyətdir. Hətta biz üçüncü şəxsləri də, baba, nənəni də dəvət edirik. Mümkündür, niyə olmasın? Mediasiyada belə deyək də, hər şey mümkündür qanun çərçivəsində. Hətta bizdə son zamanlar artıq məhkəmə, mediasiya haqqında qanunverici 31-ci maddəsində məhkəmə mediasiyası var. Artıq bizim rayonda onu tətbiq etməyə başlamışıq. Bir çox işlər bizə artıq məhkəmədən göndərilir. Mülki işlər olsun, ailə mübahisəsi olmasın. Biz orada barışıq sazişi bağlayırıq. Barışıq sazişi bağladıqdan sonra vətəndaşlar mediasiyaya qayıdır, icraat yenilənir və barışıq sazişi təsdiqlənir. Artıq belə deyək də, ehtiyac qalmır hansısa bir problem uzun-uzadı apellyasiya şikayəti, ali məhkəmə. Yəni bizdə alternativ həll üsulu olduğu üçün 4 olsun, 3 olsun, 10 mübahisə olsun, bir barışıq sazişin içində həlli mümkündür. Yəni heç bir amma ilkin mediasiya çox mediatorlar olur. Mən şəxsən inanmıram ki, bu günlər, yəni öz təcrübəmdən deyirəm, yəni mən digər mediatorun və vəkilin haqqına girə bilmərəm. Barışıq sazişi biz əldə edə bilməmişik. Hər zaman mübahisə olub. Artıq vətəndaşların o psixologiyası da biz onu mediator olaraq birinci dinləyirik, baxırıq ki, onlar barışığa gedirlərmi? Bizdə, məsələn, mən 3 ildir mediasiya fəaliyyəti ilə məşğulam, mediator olaraq fəaliyyətdəyəm. Əvvəllər gələndə biz mediasiyanın nə olduğunu vətəndaşlara izah etməyə çalışırdıq ki, alternativ həll üsuludur, məhkəməyə getmədən cehizdir, qızıldır, bunları həll edir, uşaqla ünsiyyətdir, alimentdir. Orada artıq məhkəmə yükünü götürürük. Məhkəmədən kənar həll oluna bilən məsələlər, belə də məhkəmə iş yükünü azaldan bir hüquqdur. Bəli, əlbəttə ki, biz adətən barışıq sazişində mübahisələr yaranır. Amma o biraz vəkillərin də günahı var orada. Vəkil vətəndaşları qınamaq olmur. Bəzən doğrudan orada həm qanunu bilməməkdən, həm o işin tənzimlənməsi formasını dərk edilmədiyinə görə elə yapışır ki, bu mütləq belə olmalıdır. Amma yaxşı başlasa, mənim öz icraatımda bir 5-6 ay bundan qabaq bir iş oldu, böyük bir iş idi. Heç gözlənmirdi burada barışıq sazişin. Mən
özüm digər tərəfin nümayəndəsi ilə xeyli söhbət elədim. Söhbət edəndən sonra o gördü ki, mən səmimi deyirəm. Gəlirlər, getdik notariusa, barış sazişi bağlandı, gəlir hakim onu təsdiq elədi. Bununla da qutardı getdi. Yəni biraz orada başlasıqlanma mexanizmi var, əziyyət çəkmək lazımdır. Bilirsiniz Mirzə müəllim, mən bax bu günlər mənim ən çox verilən sual odur. Uşaq atadan alıb anaya vermə məsələsində və uşaqla ünsiyyət məsələsində problemlər yaşayır da. Yəni Əkbər müəllim, bu mədəniyyətlə bağlıdır. Bu valideynlər yaradır da. Yenə gəldi çıxdı məsələ. Prinsip aparırlar. Prinsip çox. Ana da, ata da o kifayət qədər ziyalı olan da onlar o məsələni tez həll edirlər. Axı ana normal fikirləşməlidir ki, niyə bunu atasından, uşaq niyə atasından? Ata da fikirləşməlidir ki, bu anasından bunu məhrum Çox ali eləməlidir. təhsilli insanlar Bunu dərk eləməlidirlər bunlar. Siz deyirsiniz ki, o ziyalı, məncə o fikrinizlə sizə razılaşmıram. Nədə? O ki, ziyalı olmağı ilə bağlı. Adi bir belə deyək də, orta təhsilli bir şəxs gəlib də ata ilə ünsiyyətini narazılıq bildirməyib. Hər ziyalı mədəniyyətdə olmur ki. Mən dedim mədəniyyətlə bağlıdır. Mədəniyyət, yəni ziyalı adam mədəniyyətdə olmalıdır. Əgər yoxdursa biz neyin Biz hesab edib insanlarla gedirsə. Bax bu günləri mənə sual olunur. Məsələn, bizim çox dəyərli redaktorumuz Zərifə xanıma sual verilir. O da mənə sualı sizə ötürmək üçün şərait yaradır. Məsələn, məhkəmə qətnaməsi ilə uşaq müəyyən olub ananın yanında qalsın. Qaldı. Çox sağ ol. Razıyıq. Məhkəmə qətnaməsi ilə ata uşaqla görüşür. Gəl uşağı görüşür. Uşağı götürüb aparır və qaynanəni yer dəyişmə edirlər. Uşağı qaytarıb vermir və gedir sonra deyir ki, başlayır alimentə ödəmək ki, uşaq mənim yanımdadır. Uşaq tələbinə dair artıq burada mübahisə yaranır. Alimentə vermir. Deyir ki, artıq mənim yanımdadır. Buyurun. Əkbər müəllim, Bax, bunu çox o xahiş qədər edirsiniz. gözəl bir Bəli. mövzuya toxundunuz ki, hal-hazırda icraatımızda ümumiyyətlə problemli işlər çoxdur. Bunun da əsas səbəbi nədən qaynaqlanır? Bizdə ümumiyyətlə Azərbaycanda boşanmaların sayı nəyə görə artıb? Hamısı prinsipial boşanır. Normal bir sivil səviyyədə boşanan çox-çox nadir sayda, yəni barmaqla sayılacaq qədər ailələr var. Məndə də hazırda icraatda belə bir işlər olub, təzəlicə yekunlaşıb. Sizin dediyiniz kimi uşaqla ünsiyyətlə bağlı müvəqqəti təminat tədbiri vermişdim. Yəni ata gəlir uşağı o yekun məhkəmə aktı çıxana qədər gəlsin uşağı görsün, gəlir uşağı götürməyə, qapıya yaxınlaşanda xanım çox nalayiq sözlərlə, təhqirlərlə, şərəf və layiqəti alçatmaqla, baxmayın orada qonşular var, onlar hamısı eşidir. Yəni hərə özünə görə öz savadlı, ali təhsilli və özünə hörmət edən bir insandır. Mən düşünürəm ki, bu halların qarşısı alınsa daha yaxşı olar. Yenə deyirəm, qarşılıqlı razılaşma əsasında da boşansalar, prinsipsiz olsa, mən düşünürəm ki, belə hallar çox-çox nadir hallarda yəni baş tutar. Bir-birinə, Əkbər müəllim, güzəşt getmirlər. Yəni şəxsi maraqlar, şəxsi prinsiplər əsasında olduğunu, əgər hər iki valideyn sırf uşağın mənafeyini düşünsə, güzəştə getsələr, mən düşünürəm heç bir konflikt söz söhbət olmaz. Məni ən çox narahat edən bir hal nədir? Uşağı götürür, aparır, ana əxlaqsızdır, ana dəlidir, ana ruh xəstədir, ana səni yeyəcək, öldürəcək. Belə ifadələr işlədilər. Zaten uşağa indidən bu informasiya ötürmək nə dərəcə düzgündür? Hələ Əkbər müəllim, uşaq biraz körpü olanda deyək ki, məhkəmə bunu nəzərə alır, müəyyən saat təyin eləyir ki, çünki uşağın yeməyə vaxtı var, yatmağa, oyuncaqlarla oynamaq vaxtı var. Amma uşaq biraz ki, 8-10 yaşına, harada ki, onun fikri artıq soruşulur, orada ümumiyyətlə problem yaranır. Aparır, ata uşağı saxlayır, deyək ki, yanında. Ana haqqında və yaxud ana ata haqqında. Alternativ, negativ fikirlər söylüyor. Və uşağı yönləndirirlər. Yəni, uşaq deyir, mən getmirəm anamın yanına. Yəni, bu həqiqətən böyük bir qlobal problem. Sonra bir dənə psixoloqa göndərirlər. Psixoloq uşağı tanımıyor, ailəni tanımıyor, amma götürür rəy verir. Psixoloji baskı çoxdur, çox. Bax, mən psixoloqların hamısına böyük hörmətim var, sayğım var. Amma sadəcə olaraq, mən belə deyək, bir uşaqla 10 dəqiqə ünsiyyətdə olub, onun taliyi ilə bağlı qərar vermək nə dərəcə düzgündür? Onu hesab elə ki, düzgün deyil. Bir çox hakimlər də o qərarı da hələ sual altına qoyur. Yəni o amma çox istinad edir axı. İstinad etməyinə edir, amma şəxsən mən yana subutlardan biridir. Yana subutlardan biridir. Təbii ki, amma mən gözümü şahid olmuşam ki, yəni hakim özü əlavə uşağı çağırır və məhkəmədə dindirir və yenidən ekspertiza təyin edir, yenidən göndərir. Çünki şübhə doğurur onda. Yəni çünki burada uşaq taleyi bir saat dinləməklə heç bir hakim belə deyək də daxili inamı o səviyyə çatdıra bilməz ki, həqiqətən bu uşağın fikirləri, düşüncələridir. Amma yenə də ailə vəziyyətinə baxır, yenə bu əlavə şahidlər də çağırır. Yəni olub elə bir şey. Yəni baxırsan ki, yekunda elə bir nəticəyə gəlir ki, həqiqətən də uşaq müəyyən müddətdən sonra fikrini dəyişə bilər. Körpədir, zaten bu uşaqdır. Əlbəttə ki, 18 yaşına qədər oynayan hüquqdur da bu. Deməli, bizdə
sözümü davam eləyim. Buyurun, buyurun. Artıq vətəndaşlar bizə yaxınlaşanda mediasiya, mən artıq başlayıram mediasiyanı təbliğ etməyə, başa salmağa, hüquq və vəzifələrini izah etməyə. Eyni zamanda onların müraciətinə əsasən. Bəli, müraciətlərinə əsasən. Mənə deyirəm, Mələk xanım, burada dayanın. Biz mediasiyanın artıq nə olduğunu bilirik. Barışıq sazişində hansı bəndləri qoysaq bizim gələcəkdə problemimiz olmaz. Artıq insanlar mediasiyaya gəlməyə, mediasiyada barışıq sazişi bağlama həvəslidirlər. Yəni bizə ən çox bizə dəstək verən vəkillərimiz də var. Hakimlər daha çox bizdə 2 hakim var, İlqam müəllim. Bunlar hamısı sədrdir, bizim Zərdab rayon məhkəməsinin sədri. Bizə çox dəstək verirlər. Deyirlər, niyə mediasiyada həll etmirsiniz? Gedin bunu mediasiyada həll edin. Artıq bu ay 2 mediasiya barışıqla bitirdik. Yəni məhkəmənin məsləhəti ilə. Aydın. Yəni xanımın bayaqki mövzunu davam etmək üçün və xanımın sözünə qüvvət verim. Yəni bu valideyn, ana da deyək ki, uşağı atadan, yəni söhbət bilirsiniz, sırf şəxsi maraqlarını düşünürlər. Yəni heç valideyn belə öz uşağının nə gələcəkdəki taleyini düşünür, nə ümumiyyətlə uşağın aqibəti necə olacaq belə düşünmür. Yəni sırf prinsipdən. Hətta mənim özümə də deyiblər ki, yox, mən verməyəcəm. Yəni ölsə belə üzr istəyirəm ifadəmə görə, mən verməyəcəm uşağı ona. Nə istəyir eləsin. Bilirsiniz, bax bu gün biz hüquqdan danışırıq. Bizə bax diqqətlə qulaq asın. Biz hüquqdan danışırıq. Ali məhkəməyə qədər, ali məhkəmənin mövqeyi hesab vaxt digər orqanlar üçün belə deyək ki, təhlil olunası mübahisələndirəcək bir hal yoxdur. Məsələn, bizim sualımız ondan ibarət. Ali məhkəməyə qədər uşaq məhkəmə qətnaməsini alıb verib anaya. Valideyn gəlir uşağı, biz deyirik ki, götürüb vermir, bizə müraciət edən şəxsə deyir, oğurluyor. Çünki belə də, valideyn arasında oğurluq ifadəsi keçmir, çünki bunun atasıdır. Götürüb aparır, indi uşağı qaytarmır. Bax, bunun qadına münasibəti məhkəmə qətnaməsi icrasına bağlı məsuliyyətə danışın, xahiş edirəm. Belə deyim də, Əkbər müəllim, ümumiyyətlə o qədər aktual mövzudur ki, yəni saatlarla danışmaq olar. Əslində bir tərəfdən də mən dəyərli mediatorumuzun sözünə qüvvət onu demək istəyirəm ki, əslində bu dəqiqə barışıq sazişi ilə bağlı, yəni mediasiya barışığın bağlı o qədər sevindirici haldır ki, əvvəllər gedirdi mediasiyada ancaq ya vəkil olaraq gəlirdi, ya nümayəndə olaraq gəlirdi, qarşı tərəflərdən heç bir addım olmurdu. Gəlirdi, saatlarla oturduq və ya gözləri allatma halları olurdu. Amma indiki halda hər iki tərəfin hardasa kompromisi getmə faizi çoxaldığına görə bu əslində biz vəkillər üçün də çox sevindirici bir haldır. Bir mediator o qədər inansız üzr istəyirəm, o qədər bir işin üstündə işləyir ki, ilkin mediasiya sessiyasına qədər hazırlıq iclası deyiləcək. Bizdə bir taktika var. Biz vətəndaşlarla telefon vasitəsilə əlavə görüşlər keçirmək, təkbətək görüşlər keçirir. Biz hazırlaşırıq ilkin mediasiya sessiyasına. Biz orada müəyyən eləyirik ki, artıq biz bunu artıq barışığa gedə bilərik ya yox. Hansı məsələlərini biz həll eləyə bilərik ya yox. Ya bu arayışdır və yaxud da barışıq sazişidir. Yəni bu tərəflərin müraciətinə əsasən bunlara yola çıxmaq olar, olmaz. Bəli. Barışıq olanda təbii ki, əmlak davası çox olmur. Elə mübahisələr olub ki, razılaşma əsasında olur. Barışıq oğlan deyib ki, mən nə qədər desəz aliment verəcəm. Barışıq sazişi. Biz həmçinin də bilirsə hüquqşünaslar, mediator, psixoloq biraz bilirik də ən azından. Mən insanlarla çox işləmişəm. Yəni tərəfkeşlik olmadan münasibət bildirsiniz. Tərəfkeşlik olmadan, mediator tərəfkeş olmamalı. Mediator bilirsiniz də öz işindən imtina edə bilər və yaxud da arayış verə bilər ki, xitam protokolu verə bilər ki, gedim artıq məhkəmə mübahisələndirin bu iş fikrinizi. Mən öz fikrimdə dəyərləndirmişəm ki, inanmamışam ki, barışıq sazişini icra edə. Çünki danışıqlardan o işte barışıq sazişi bağlamamışam. Aynen. Ki artıq barışıq sazişi xətrinə mən bağlayım, icra olunmaya bir stolun üstündə qalsın məhkəməyə getsin, artıq məhkəmə yükünü artıraq burada. Mən bağlamamışam, elə göndərmişəm, xitam protokollarını vermişəm ki, məhkəməyə müraciət edin. Bax, sual bundan ibarətdir, xahiş edirəm. Çünki çox adam maraqlanır. Qətnaməni icra etmədiyi təqdirdə o icra məmurların hərəkət və hərəkətsizliyindən şikayətlər var. Onun məsuliyyəti ilə bağlı. Buyurun. Qətnamənin icra edilmədiyi təqdirdə məsuliyyət çox genişdir. Yəni icra məmuru hərəkətsizliyindən şikayət vermək var. İnzibat orqanı şikayət versin. Birincisi orada icra məmurları işə qarışırlar. Dəfələrlə o dərhal gedir. İcranın özündən söhbət gedir. Məsələn, yazır ki, icra orqanı, məsələn, dövlət orqanlarının hərəkətsindən biz şikayət edirik. Elə onu deyirəm də. İcra orqanı əvvəl çalışır ki, bu məhkəmə qətnaməsi hər iki tərəfdən qanuna uyğun icra olunsun. Bəli, bir mənalı. Sənədin yazır, protokolun yazır. Amma görür ki, müəyyən vaxta verir və görür ki, bu icra olunmadı. İcra olmayanda, bax, qanuni olaraq icra məmuru onu protokollaşdırır.
və deyir ki, protokolda da izah edir ki, inzibati məcəllərin müvafiq maddəsinə əsasən siz birinci dəfə bu qədər xəbərdarlıq eləyir onu. Heç cərimə eləməmişdən qabaq onu xəbərdarlıq eləyir. Xəbərdarlığın müəyyən müddət qoyulur, 10 gün, 1 ay müddətində görür, yenə icra eləmir, onu protokollaşdırır, cərimə eləyir. Cərimə də yerinə yetirməyəndən sonra məhkəməyə çıxardır. Məhkəmə qarşısında məsuliyyət məsələsini qoyur. 528-dən bəli. İnzibati məsuliyyətlə bağlı. Mənim öcüratım da olub. Elə bir o el dilində deyirik, ipə-sapa yatmayan bir adam vardı. Gördülər mümkün deyil, axırda onun haqqında bir ay həbs qəti imkan tədbiri seçdi. Aydındır. Bax, yəni bu cür tədbirlər var. Bir dənə sualım var. Ondan sonra başa düşdü o. Bir dənə sualıma qısa xahiş edirəm, xanım vəkillərimiz də qeyd eləsin. Uşağı ata götürüb aparır. Amma məhkəmə qətnaməsi ilə artıq müəyyən olur ki, 2 il saxlayır özündə. Bu hissədə alimentlə bağlı ödəməlidir? Məhkəmə qətnaməsi yoxdur ki, uşaq atanın yanında qalır. O fakt müəyyən olunmayıb. Müraciət edir ki, kim ata ödəməlidir? Bəli, ata ödəməlidir anaya. Uşağı da götürüb aparıb. Xeyr, o zaman məhkəmə praktikada belədir də, yəni təcrübədə. Müraciət edir məhkəməyə ki, uşaq mənlə qalır. Bəli. Əgər bu mübahisə doğurmursa, uşağın orada qalması, əgər anaya problem yaratmırsa, razıdırsa, hakim də qətnamə çıxardır onun əsasında. Onda gəlir əvvəlki qətnamənin mübahisələndirilməlidir. Həmin qətnamə dəyişdirilməlidir, uşağın atanın yanında qalma məsələsi. Məsələn, məndə bir dənə iş var bu dəqiqə hal-hazırda. Və elə iddia qaldı. 2 ildir uşaq atanın yanındadır. Anaya getmək istəmir. Amma 2 il bundan qabaq məhkəmə qətnaməsi ilə müəyyən olur ki, anaya hər ay aliment ödəyir. Mən xanıma deyirəm ki, kimə ödəyir bəs? vicdan deyilən bir hüquq var da. Kimə ödəyir bəs onu? Əkbər müəllim, Hamı ödəyir. Bilirəm. Mən hakimə verdim. Sumqayıt şəhərində hakim var. Nefir axrası biz demirik. MTT verdim ki, uşaq 2 ildir mənim yanımdadır, xahiş aliment dayandır. Mənim MTT-m rədd olundu. Apelsiya verdim. Apelsiya 3 dənə hakim də dedi ki, o qərarı qüvvədə saxladı. İndi mən buradan bütün o qətnaməni göstərim hansı hakimlərdir. Biz onu demirik. Sadəcə o deyir ki, 2 il uşaq atanın yanındadır, amma 2 il aliment ödəyir. Amma başqa bir epizodda 2 ildir uşaq ananın yanında qalmalıdır. Məhkəmə qətnaməsində anadan alıb verilməlidir. Ata uşağı vermir, aliment ödəmir. Bu da bizim bir hüququmuzdur. Başa düşürəm? Bəli. Mən düşünürəm ki, o hissədə əgər birinci uşağın yanında, atanın yanında qalırsa və yaxud da o qətnamədə uşağın kimin yanında qalması müəyyən olunmayıbsa, deməli bu qarşılıqlı razılaşma əsasındadır. Bu birinci fakt. Amma ikinci fakt da, yəni alimentə nisbətdə isə onu deyə bilərəm ki, əgər alimentlə bağlı hər hansı bir mübahisə varsa, mən düşünürəm, ər-arvad bir qarşılıqlı razılığa gəlməlidir. Xanım icra şöbəsinə müraciət eləsin, alimentdən imtina eləsin o hissədə və yaxud da müraciət eləsin. Bəzi Sumqayıt şəhər məhkəməsində 2 ildir uşaq atanın yanındadır. Etmirlər müraciət. Uşağın birinin 14 yaşı var, birinin 15 yaşı var. Uşağa gəlir məhkəməyə deyir ki, hakim biz 2 ildir atamızın yanındayıq. Amma atadan aliment alınıb anaya ödənilir. Ana da o puldan istifadə edir. Mən də deyirəm ki, MTT verdim ki, alimenti müvəqqəti dayandıraq ki, uşaqların atadan qalma yanına... Uşağın neçə yaşı var? Atanın ərizəsi əsasında dayandırıla bilər. Mən MTT verdim. Əgər bax, Efir Axasın bizi maraqlanan hüququ bilən adamlar varsa, maraqlanan həmən hakim adını da verim, qətnamələr də verim. Mən istinad çox maraqlıdır ki, nəyə istinad elədi ki, məhkəmə qətnaməsi icra olunmalıdır. Bəs anadan alıb uşağı o belə deyək də sual belə qoy ki, götürüb aparan oğurlayan ata. Niyə onun qətnaməsi icra olunmur? Əgər oğurluq üçün aparıb, yoxsa razılaşma uşaq xoşunu ünsiyyətdə görüşüb aparıb da biz qarşı tərəf oğurluq deyir. Biz onu deyəməli biz hüquqşünas statasıdır. Əkbər müəllim, o əgər razılaşma əsasında ünsiyyətlə bağlı gəlib uşaqla görüşüb, uşaq ünsiyyətlə bağlı gəlib görüşüb, ana razılıq verirsə apar müvəqqəti qalsın sənin yanında. Yanına yox, aliment ödənilməlidir orada. Görüş müddəti var. Yox, görüş müddətini demirik biz. Bəzən analar, mən də onu verir ki, sual o deyil. Analar gəlir deyir ki, aparıram, biraz qalsın mənim yanımda. Birazın müddəti yoxdur da, yəni 5 gün, 3 gün, 10 gün, 1 ay. Orada qaldığı müddətdə ana gəlib ərizə vermir. Mirzə müəllim, o zaman yəni aliment məsələsi necə tənzimlənir? Onu soruşuram. O dayandırmamalıdır. Onu soruşuram da, dayanmır. Aliment dayanmalıdır ki, nə qədər ki, ata ərizə verməyib ki, mənim alimenti dayandırın, ona görə ki, uşaq mənim yanımda. Ərizə verəndə də təmin eləmir. Axı Əkbər müəllim deyir ki, ərizə verəndə təmin etmir məhkəmələr. 2 il uşaq atanın yanındadır. Dedim ki, aliment ödəyirəm 2 ildir. Hər ayda müəyyən məbləğdə. Sumqayıt şəhər məhkəməsi hakimi təmin eləmədi. Bir baxışla, bir qanunun bir hissəsi ilə razılaşmaq olar onunla. Niyə? Çünki ana elə bil ki, biri-birinə bəxşeyiş verir, bəxşeyiş geri qaytarmır da. Ana razılıq verir ki, aparsaqlar. Saxlamır. Uşaqlar
Aparıb uşaqlar görüş- ata ilə görüşəndən sonra deyir, biz orada işgəncəyə məruz qalırıq, təhdidə məruz qalırıq. Ananın razılığını aparmıyor. Xeyr, ya, uşaqlar özləri Ha, gəlir. orada uşaqlar orada, özləri gəlir. Nəsə onun işimiz yox. Aliment dayandırılmalıdır orada. Hörmət tamaşaçılar, biz ayrılan vaxt yekunlaşmazdır. Hər birinizə fərdi qədər Aliment minnətdarlığımı dayandırılmalı. bildirirəm. Mən hesab edirəm ki, bu günləri məhkəmə qətnaməsi ilə bağlı icra və probasiya şöbəsində yaranan tələbkarların və borçluların eyni zamanda qətnamənin icrasına maneçi törədən və üzrü səbəbdən icra etməyən şəxslərlə bağlı fikir mübadiləsi apardıq. Hörmət tamaşaçılar, sağ olun, gələn görüşlərə qədər Allah dövlətimizi və millətimizi qorusun. Şərur MTK-nın baş sponsorluğu ilə qanun və icraya baxdınız. Şərur Mənzil Tikinti Kooperativinin sədri İsfəndiyar Axundov. Şirkət artıq 30 ildir ki, Bakı şəhərində mənzil tikməklə məşğuldur. Ona görə də çox böyük təcrübəyə malikdir. Yəni binalarımız həm keyfiyyətli, həm dayanacaqlı, həm də vaxtında qazın suyun işığını veririk. Ona görə də biz müraciət edirik sakinlərə. Yasamalda, Sarayda, Xırdalanda, Qobuda mənzillərimiz var. Təmir evləri üçün 25.000 manat, təmirsiz üçün 5.000 manat ilk ödəniş olacaq və uzun müddətli mənzillərə sahib ola bilərlər. Qapımız hər zaman üz-üzə açıqdır.